bir xanımı dəvət edəcəm. Çox maraqlıdır mənə Rəhlə xanımla söhbət etmək. Soruşun niyə? Çünki mən bu xanımı, Allah rəhmət eləsin, Səməd Səmədovla, bax elə Sevda xanımda, Rəhlə xanımda, digər bir çox Ruhəngiz Allaverdiyevanı buradan salamlayıram, Respublikan əməkdar artisti. Çox gözəl xanımlarla duet ortağı olub, çox gözəl də zövqü olub ki, bu gözəl səsli xanımlar Səməd Səmədovun yanında olub və birgə addımlayıblar bu səhnədə və onlardan da biri gözəl bir xanım gəlir bura. Rəhlə xanım Əliyeva, gedim qarşılayım. Gedirəm. Hatırladım, gül satan qız. Rəhlə xanım, siz bir anlıq gəldiniz səhnəyə və bir anlıq da yoxa çıxdınız. Həqiqətən, xoş gəlmişsiniz bugün Xəzərimizə, Xəzər axşamımıza. Necəsiniz? Can, təşəkkür edirəm. Əvvəla Xəzər tamaşaçılarını, qonaqlarımızı salamlayırıq, Sevda xanımı. Siz də ki, mən də ki heç. Məhtiş xanım. Mən də heç, mən heç. Axırı ki, gəldim bu elişə, mən də çıxdım. Ay, nə xoş bizə. Rəhlə xanım, haralardasınız? Siz heç ümumiyyətlə görünmürsünüz. Nə digər kanallara, mən baxıram verilişlərə, həmkarlarımın verilişlərinə və Səməd müəllimin dünyasını dəyişməsindən sonra heç ümumiyyətlə çıxdınızmı efirləri? Çox az görmüşəm. Çıxmışam, efirlərə çıxıram, çox az çıxıram. Deyirəm də ona görə. Maşallah olsun, efirdə hansı kanal açırsa neyini adamdır. Sonra ki, axşamı keçsin o bir adamdır. Axşam sonra bu birisi adamdır. Sadəcə paltarları dəyişir. Amma ümumiyyətlə material, belə dünya görüşü dəyişmir. Yalnız libasları. Daha çox retro mahnılar oxuyursunuz, eləmirəm? Retro oxuyuram. Daha çox retro mahnılarına üstünlük verirəm. Bəs, məsələn, belə deyək də qazancınız hardadır? Bilirsiniz ki, indi maşallah olsun, toydur, məclisdir. Yəni, bax, necə dolanışığınız nədən gəlir? Məclislərə gedirəm. Gedirsiniz? Toylara da gedirəm. Məclislər, banketlərdir. İndi obyektlər var da, otururam. Bəli. Siz əvvəllər Səməd müəllimlə duet ortağı olmazdan öncə onun prodüseri kimi çalışmışsınız, elə mi? Demək olar ki, 4 il işlədik. 4 il. 2 il elə bir prodüser kimi işlədim. Sonra 2 ildə ki, gənclərə necə dəstək olub, çoxlarına dəstək olub, mənə də dəstək olub Səməd Səmədov. Həmişə də demişəm, mən indi də çörək yeyirəmsə, Səməd Səmədov çörəyi yeyirəm. Yəni, onun bir də sözü var idi, deyir ki, keçmişini unudanın gələcəyi olmaz. Sözsüz ki. İfanızı alaq əzizim. Buyurun.